Nəyə gəlmirsən? Nə istəyirsən? Demişdim axı görüşmək istəyirəm. Ata, o kimdir? Bu mənim oğlumdur. Anam yanıma gəlib. Oğlum, mən səni başa salaram, yox. Yox. Anam gəlib yanıma. Bəs, toxunma uşağa. Cəhəngir, Toxunma uşağa dedi. mən o uşağa görə qayıtmışam. Nahaq yerə. Hardan gəlmişsən, orada qayıt. Sən zarafat edirsən məndən? Yox, Nigar, bu dəfə düz deyir. Yox, sən həqiqətən zarafat edirsən. Bu ola bilməz. Amma həqiqət budur. Necə ola bilər? Sən nə danışırsan? Bu ola bilməz. Nigar, otur 2 dəqiqə. Necə oturum? Nə danışırsan sən? Yox, bu ola bilməz. Biz səndən dəniz qırağında rastlaşmışıq. Biz ilk dəfə səndən orada rastlaşmışıq. Təsadüf idi o, onda. Təsadüf idi. Mən sonradan bildim ki, sən Bəbirin qızısan. Sən bildin ki, mən Bəbirin qızıyam. Ondan acıq çıxmaq üçün məndən sevgili oldun, Qədir. Hə, Nigar. Hə. Ana, niyə neçə vaxtdır mənə baş çəkmirdin? Bağışla məni oğlum, bağışla. Yanında ola bilmədim, gələ bilmədim. Amma bax bundan sonra yanındayım. Heç vaxt səni tək qoymayacağım, yaxşı? Fikir vermə oğlum, fikir vermə. Ana, gələcəksən hə mənlə? Oğlum, sən ged evə. Biz 5 dəqiqə danışaq, gələcəm. Ana, Can, gələsən? gələcəm. Ged məni evdə gözlə, gələcəm. Hara gəlirsən? Hara gəlirsən? Nə danışırsan, ey sən? İllərdir yoxsan. İndi niyə gəlmirsən? Mən onun anasıyam. Başa düşürsən, mənim haqqım var balamı görməyə. Sən hansı haqdan danışırsan? Əl boyda körpəni atıb üstümə getmirsən. Xəstə uşağı qoyub üstümə getmirsən. İndi analıqdan danışırsan. Hansı analıqdan danışırsan sən? Cəhəngir, başa düşürsən, cavan olmuşam. Cahil olmuşam. Analıq hissi nədir mənə çatmayıb, başa düşməmişəm. Bilirəm, səhv eləmişəm, çox böyük günah işlətmişəm. Amma həkimlər mənə deyəndə ki, o uşaq xəstədir. Qorxdum, başa düşürsən, qorxdum. Mən onu necə böyüdüm, necə saxlayacaqdım, ondan qorxdum, başa düşürsən. Mən var idim sənin yanında. Mən səni... Bəs biz onu bir yerdə böyüdəcəydik, hə? Bəs bir yerdə sağaldacaqdıq balamızı. Nə oldu? Bilirsən nə oldu? Sən rahat, komfortlu həyatı seçdin. Sən məni xəstə uşaqla atdın, getdin. Sən nə uşağın qədrini bildin, nə mənim. Sən o boyda sevgini vurdun yerə. Elə deyil. Elədir. Elə deyil deyirəm. Elə bilirsən mənim ürəyim yoxdur, hə? Mən insan deyiləm. Mən də vicdan azabı çəkmişəm. Mən də əziyyət çəkmişəm. Mən də darıxmışam sizin üçün. Ya sən nə əziyyət çəkmirsən? Sən nə danışırsan? Kimin gözünə kül üfürürsən? Darıxan adam itirərdi, axtarardı. Bir səhv eləyib rədd olub getmişdisə də qayıdardı. Lap yeri gəlsə diz çökərdi özün bağışlatmaq üçün.
Sen Hasan Dolan'ı seçtin. Sen neynədin bəs? Nə fədakarlıq elədin sən? Danış da. Getdin özünə həyat qurdun. Amma mən kişi xeylağı, xəstə uşaqla gəzmədiyim xəstəxana qapıları qalmadı. Eləmədiyim müalicə qalmadı. Amma evlənmədim. Uşağımın üstünə ögey ana gətirmədim. Bilirsən niyə? Öz doğma anası qədrini bilməyən uşağı ögey ana bir gündə saxlamaq. Cahangir. Azzar Cahangir. O uşağı tək qaldırmışam ayağa. Nədir? İndi sağalıb deyə uşaq yadına düşür. Analıq indi yadına düşür. Hə? Nə var indi ana olmağa? Haqlısan. Sən nə desən haqlısan. Amma onu da bil ki, mən çox peşman olmuşam. Başa düşürsən peşmanam. Nə fayda? Elmirəm. Get cəhənnəm ol gözüm görməsin səni. Eşidirsən məni? Get burada. Eləmə. Get burada. Cahangir, eləmə bunu. Get də get. Dayan. Get. Uşaq səni gözləyir. Biraz danış. Sonra itil gözümüzdən. Özünü öyrətmə uşağa. Eşidirsən məni? Get. Çok sağ ol. Çok sağ ol Cahangir. Çok sağ ol. Hardan geldin ya? Hardan girdin hayatımıza? Necə ola bilər bu? Necə ola bilər bu? Sən niyə bunu elədin Qədir? Nə istədin məndən? Mən neynəmişdim axı sənə? Ya. Xahiş edirəm, bir dənə sakit ol. Nə istədin məndən? Nə istədin məndən? Mən sənə neynədim axı? Sən niyə mənə belə bir oyun oynadın Qədir? Nigar, çünki mənim həyatımı məhv eləmişdilər. Bəs mən? Bəs mənim həyatım? Mən sənə inandım, mən sənə inandım, mən sənə ürəyimi açdım. Mən sənə dərdimi dedim. Nə istədin məndən? Ya bağışla da məni, mən doğrudan bilmirdim neyini. Bağışla məni, mən bunu hər dəfə demək istəyirdim sənə. Amma hər dəfə də nəsə olurdu deyə bilmirdim. Mən axmaq sevdim səni. Güvəndim sənə. Nigar, Deməli hamısı yalanıymış ha? Hamısı yalanıymış, bizim söhbətlərimiz, bizim görüşməklərimiz hamısı yalanıymış. Hamısını kumruya görə eləmsən ha sən. Amma əlinə heç nə keçmədi. Əlinə heç nə keçmədi, kumru da sənə qalmadı. Mənim də ağım sənin boynuna. Bir də qabağıma çıxma. Görmək istəmirəm bundan sonra səni. Rədd ol, çıx həyatımdan. Nifrət edirəm sənə. Kızım Sultan gitti. Hə, ata, yola saldım. Sesin niye böyle gelir? Şükür Allah'a her şey hallolundu. Vallahi da mən çox utanıram onun yanında. Bilirəm kızım. Sen vicdanlı kızsın. Ama geçmişi değişmək olmaz. Geleceği de var. Çalışın ki birbirinizi xoşbəxt eləyəsiniz. Ki bax bu günlər yaddan çıxsın. Ama onu da unutmaq olmaz ki bax birinci səhvdə bütün bunları sənin üzvə vuracaqlar. Çalış səhv eləməyəsən. O Sultan çox yaxşı oğlandır, əsl kişidir. Çalışın bir-birinizin qədrini bilin. Yaxşı qızım. Yaxşı, ata. Öptüm kızım.
Salam Xavər. Necəsən? Salam Nasim, yaxşıyam. Narahat eləmirəm. Yox, buyur, buyur. Xavər, əgər vaxtın varsa bu saatlarda görüşərdik. Ay, yox qızlar, mənim bu gün nəsə heç halımda yoxdur. İşlərim də çoxdur, mən gələ bilməyəcəm. Hə, yaxşı, görüşərik, görüşərik. Gəl oğlum, gəl. Çay istəyirdimi? Deyə elə sənin üçün süzmüşəm. Gəl, gəl otur iç. Çox sağ ol. Yaxşı ki varsan ana. Bir dənə sən əlvi üzmədin məndən. Feyri atıb gedib. Atamın heç məndən xəbəri yoxdur. Biraz da nigar hiss edirəm ki, çox istəyir. O da bezib deyəsən bu aralar məndən. Ona sözdür oğlum. Bacın niyə bezir səndən? Sadəcə bu aralar biraz başı qarışıq. Yəni əsəbləri yerində deyil də. Qumruya görə, atana görə. Amma sən bilirsən ki, anadan sonra bacıdır. Düz. Firan görürsən? Yox. Yaddan çıxarmaq istəyir məni. Ona çalışır. Özümü gücdən saxlamışam. Yazmayım, zəng eləməyim, yanına getməyim deyə. Nə bilim. Hər şey düzələcək oğlum. Hər şey yaxşı olacaq. Darıxma. Özümə demişəm ki, bu axırıncı şansdır. Nə düzəltdim yoxsa yox. Qədir də söz verib ki, kömək eləyəcək məni, çıxaracaq bu vəziyyətdən. Yaxşı olacaq, hər şey yaxşı olacaq, balamsın. Özün də görəcəksən ki, necə hər şey birdən-birə düzəldi. Bir səbirli ol, yaxşı balamsın. Yaxşı. Seyran, bala mən bir yerə getməliyəm. Amma səni də qoyub gedə bilmirəm. O, narahat olma. Ged rahat işlərimi gör. Çayımı içib başımı atıb yatacam mən. Düz deyirsən, Və hətta dəlinin yadına niyə daş salırsan, sən? balamsın. Gedmək istəsəm sən olanda da gedirəm də, eləmədiyim şeydir. Yox, yox. Arxayın olun da, onun üçün deyirəm. Narahat olma. Oldu oğlum, oldu. Çay bir axıra qədər qalmasın. Narahat olma, uşaq yatdı. Ay qız, mən dedim ki, qonum-qonşu hamısı tökülər bura. Heç kim eşitməyib. Heç Xavərgil də eşitməyib səsi. Salam. Əleykəssalam, Bəbir müəllim. Nə olub? Salamma da almırsan. O burada ne geziyor? Hediyedir. Hediye veriblər mənə. Mən gedim uşaq aylar birdən. Nədir? Vurmaq istəyirsən mənə? Uşaq az qalırdı özünü vursun. Ne gezir o uşağın elində?
Sən bunu niyə ortalığa qoymusan? O qız ortalığa qoymusan nədir? Otağımda, siyirməmdədir də. Evdə belə bir zibili var, seyfinə qoydu, hə? Güllə uşağın əlində açıldı. Ya özünü, ya kimsə vursaydı, nə edəcəkdin? Bura bax. Sənin uşağının mənim otağımda nə işi var, ha? Uşaq sənin otağına heç vaxt girmir. Qələmi axtarırdı, Lətifə dedi ki, orada var. Məsələ bu deyil, Məsələ odur ki, mənim uşağım bugün ölə bilərdi. Oturub o qədirdir, mədirdir, nədir? Onun fikrini eləməkdənsə, gözün uşağın üstündə olardı da. Yox elə bu zibili. Apar, bilmirəm, nə inirsən? Axırda bir xəta çıxacaq. Əksinə, mən o xətalardan, bəlalardan qorunmaq üçün onu saxlayıram. Bildin? Köpək oğluna bax, Allah haqqı mən bilmirdim o sizin şirkətdə işləyən Cahangirdir. İslam, gələk o vaxt mənə o şəkli göstərəydin. Sultan, keçən dəfə elə Ülkərə görə aramızdaymış da səndən. İslam nə qədər istədi sənə desin, deyə bilmədi. Axırda gedib özü ilə danışdı qızın. Hə, Sultan, getdim danışdım. Ülkər də mənə dedi ki, nə bilim, kimsə bunu narahat eləyir, axır əvvəl başından eləyəcək. Mənə də tapşırdı ki, sənə heç nə deməyim də, qan düşər. Mən də neyniyim? Alça. Şərəfsiz. Belə çıxır ki, siz ola hər sözü düz demişsiniz, mən sizin sözünüzü qəribsizliyə salmışam. Ay Sultan, niyə pis olursan, hə? Əsas orada hər şey xoşluqla, mehribanlıqla tutar. Hə də, elçiliyimizi elədik, inşallah tezliklə də toy olar. Amma Ülkərə denən ki, bundan sonra səndən heç nə gizlətməsin. Özün bilirsən də, ailədəki sir oldu, vəssalam, batdı. Bilirəm. Demişəm ona da. Lazım olsa yenə deyəcəm. Amma mənim də sizdən bir xahişim var, əsas da səndən Mələk. Mümkünsə bunların heç birini onun üzünə dahi vurma, yaxşı. İyi ki, oğlansan. Məndən də lap ilan baldısı elədiyi. Biraz yavaş yerdə boşladım, boğazın gələr. Hə, ay dədə. Yaxşı ki gəldi. Ana da gəldi, dədə də gəldi. Mən bir dənə ayaq yoluna gedim, gəlim. Orada da gedək bir yerdə. Yox, özüm gedim, ay dədə. Get, sən gələnə qədər dondurmanda hər yer yeyərsən. Hə. Çəkinmədim. Deyim. Deyiləsi bilsən nə qədər sözüm var. Amma ağzımı açsam heç kim saxlaya bilməz məni. Sənə nə var ki? Mən biabır olmaq istəmirəm. Onları evdə danışarıq da. Ev zad yoxdur. Hə, nədir? Ev zad yoxdur. Fikrimi dəyişdim. Sən bizlə qala bilmərsən. Mən bir şeyi başa düşə bilmirəm. Niyə qayıtdın sən? Bizim sənsiz bir həyatımız, bir düzənimiz var. Niyə oynuyorsan şu an hissləri ilə? Onun yanında olmaq istəyirəm.
Düzdür, gecikmişəm. Amma nə olar, yalvarıram məni bundan məhrum eləmədi. Hardaydın neçə ildir? Dedilər, salonda işləyir, özünə həyat qurub. Hə. Çalışdım öz ayağımın üstə durum. Amma hər zada getməmişəm. Yalanlarında boğularsan inşallah. Yox, yalan danışmıram. Özüm fikirləşdim, əgər mən ailə qurub ərə getsəydim, burada indi neynirdim? Nə işim var idi burada? Şimdi sen deyirsən, hayatında heç kim olmuyor. Yox deyirəm, bax, nəyə istəyirsən and içim ki, heç kim olmuyor. Mən heç səni yaddan çıxarda bilməmişim ki. Düzdür, özüm üçün yaşamışam, özümü fikirləşmişəm. Amma tək tənha, kimsəsiz zülm çəkmişəm. Sənin yanıma qayıtmağa düzüm olmuyor. İndi üzün var. Az heç kim yox idisə niyə gedirdin? Salonlarda işləmək üçün, zülüm çəkmək üçün. Pis baxırdım sənə. Gözümün yağını yedirdirdim sənə. Ovucumda saxlamışam səni. Amma bütün gün işdə olurdu. Ancaq işi fikirləşirdin sən. Mən də qorxdum. Fikirləşdim ki, o uşağın yükünü mən tək daşıya bilmərəm. Qorxdum ki, bir gün evdən ümumiyyətlə soyuyarsan, bezərsən. Mən ancaq evimi, aləmi düşünmüşəm. Gözüm orada burada olmuyor. Səndən başqa heç kimə baxmamışam. Amma mən sənə xəstə uşaq verdim. Nə bilim, fikirləşdim, dedim yəqin buna görə gözündən düşərəm. Bir gün hər şeydən bezərsən, uşağı da mənimlə bərabər atarsan çöllərə. Başa düşürsən, o cürünə uşaqla ortalıqda qalmaqdansa, mən öz canımı götürüb qaçdım. Əla. Nə gizləyirsən Elmira, nə gizləyirsən? Belə şeylər nətər ağlına gətirə bilərsən, neysən? Nətər ağlına gətirə bilərsən? Nə axmaq bəhanələrdir bu? Gəl atım, gəl. Ana, nə olub? Niyə pis olmusan? Nəsə olub? Yox, sənə qurban heç nə olmuyor. Sevinirəm. Balamı görmüşəm, balamın yanındayım. Hə, belə xəbər. Sultanla Ülkər çətin sınaqdan keçdilər. Necə dendi Ülkər? Şükür Allah, yaxşıdır. Mənim o Cahangirdən heç vaxt xoşum gəlməyib də. Heç Bəbirin də ondan xoşu gəlmirdi. Başa düşürdülər, necə onun yanında saxlayırdı. Bəbir iş adamıdır, bilib neyniyib. Bəbir iş adamıdır. Ona görə Cahangiri qovan kimi şirkəti batdı. Mən də qovdum. Bax, o nəcə belədir. Amma ehtiyatlı olur, o dinç duran adam deyil. Mən həmişə ehtiyatlıyım. Bax, bayaqdan mən danışıram. De görüm, neynirsən? Həyatın necədir? Necə olacaq? Həmişəki problemlər, həmişəki vəziyyət başım uşaqlara qarışıb. Bitmir ki, problem bitmir. Nə problem? Qədir sən nə deməyir? Nəyi?
Nigar, yaxşısan? Yox! Nə olub? Seyranı qurtardığını. Seyranı İkinci dəfə özünü öldürmək istəyirdi. Yenə ikinci dəfə Qədir onun yanında oldu. İkinci dəfə onu xilas elədi. Ən maraqlısı bilirsən nədir? Biz Seyranın nə deyirik bizi eşitmir. Qulaq asmır, dediklərimizi eləmir. Amma Qədir nə deyir onu eləyir. Yəqin Qədiri bizdən yaxın bilir də. Amma yenə də Qədirə nə qədər çox sağ ol desəm azdır. Qədir yaxşı insandır. İnsanlara dəyər verməyi bacarır. Bax, bu da onun üstünlüyüdür. İnsanlara xeyirxahlıq eləməyi, kömək eləməyi bacarır. Bircə özünə kömək eləyə bilsəydi. Nə qədər bəbirin yanındadır çətin. Sənə bir sual verim. Ver. Bəbir pis adamdır. Bilmirəm. Bilmirəm deyirsən. Bax, bunun iki səbəbi ola bilər. Ya həqiqətən bilmirsən, ya da ki, bilməzdən gəlirsən. Bu da o deməkdir ki, sən hələ də onu sevirsən. Hə, Qədir. Hardasan Nigar? Sənə nə hardayam? Evdəyəm. Gəl kafeye danışaq da biraz. İstəmirəm. Nigar, danışaq gedərsən. Qədir, sənə dedim ki, istəmirəm səndən danışmaq. Nigar, nəsə olub? Sənə nə? Nəsə kömək eləyə bilərəmsə? Sənin mənə köməyin bilirsən nə olar? Cəhənnəm olub bu evdən getmək. Gedəsin o ərin yanına, çıxasınız həyatımdan hamınız. Oğlum, keç eve gəlirəm mən də. Cahangir, eləmə də belə nə olar? Keç eve. Ata, anam da bizlə gələ bilər. Git, mən də gələcəm, yaxşı? Git. Nə istəyirsən? Bura qədər nə üzlə qalxmısan sən? Nə istəyirsən? Cahangir, qurban olum, nə olar? Qoy heç olmasa uşağımın yanında qalım da. Sən nə uşağı bəhanə edirsən, yalan. Uşaq Qədiri bilən bizi atıb getməzdi. Tək canım mən baxmışam ona. Həm ata olmuşam, həm ana olmuşam, xəstəxana qapılarında çürümüşəm mən. Hardaydın? Hə? İndi
Analıq yadına düşüb durub gəlmisən üstümüzə. Nə ağlayırsan ey bak? Bu nədir bak, bu nədir? İnanmıram ey mən buna. Timsahın göz yaşları deyil bu. Bəs deyim ha, dolama bizi. Neçə ildən sonra qayıdıb üstümüzə ki, anayam. Ne olar elə demə. Sen benimle yaşadıklarımı bilmirsən axı. Bilmirəm. Heç bilmək də istəmirəm, maraqlı da deyil. Çıx get. Qurban olum ne olar. Diyan danışaq da söhbət eləyək. Mən sənə hər şeyi danışacağım. Bak ben danışım, ondan sonra özün bilərsən. İstəyərsən beni qəbul edərsən, istəyərsən eləməzsən. Öz seçimindir. Cahangir. Mənə baxdı. Baxdım Elmira, buyur. Dərmanlar hardadır? Nə dərman? İlk yardım çantası, spirt, bind. Bey oradadır. Ay kız, koy bura. Ne sözün var denen çık git. Sen vurduğun yaralar bundan beterdi. Derman hayındadı bu. Sözü de. Səbirli ol deyəcəm, hər şey danışacağım. Amma birinci yarama baxmalıyıq. Ağrıtdı. İndi necə? Ana, Hay can kuzum. Diger xala sənin üstünə qışqırdı ki, Yox kuzum, mənim üstümə qışqırmırdı. utandı. Yox kuzum. Sən evdə tək qala bilərsən, mənim bir işim var. Gedim gəlim. Nə vaxt gələcəksən ki? Tez gələcəm. Nəsə olsa Lətifə xalaya deyərsən, evdədir. Yaxşı? Ay müəllim, deyirəm bəlkə bu yola girmək tıxazdır, o bir yolla gedim. Müəllim. Ay müəllim. Nə də? Fikir öz məndə deyil müəllim. Deyirəm ki, bu yol tıxac olsa da qopfırlanım o birisi yola girim də, ilişib qalmayaq burada. Beynimi xarab eləmə, sən canım. Hardan istəyirsən get. Gedək bitki çörəyimizi yeyək. Yaxşı deyil, qudacam bu yolla. Deyirəm də o tərəf tıxacdır. Gəldim. Nə var? Nə var nə deyək, Nigar, söhbət eləyək də deyirəm. Nə söhbət eləyəcəyik biz səninlə? Nigar, bayaq da çıxdın, getdin. Deyirəm, oturaq normal insan kimi söhbət eləyək. Sən lazım olan hər şeyi dedin mənə, narahat olma.
Nigar, mən istəmirdim belə olsun. Doğrudan deyirəm. İstəmirdin. İstəmirdin, ona görə gizlədirdin məndən hər şeyi. Gizlədirdim deyəndəki Nigar. Neynirdin? Neynirdin bəs? Deyəcəydim, vallahi deyəcəydim. Dəfələrlə demək istəmişdim. Amma hər dəfə nəsə olurdu deyə bilmirdim. Ona görə məndən görüşmürdün, ona görə mənim zənglərimə cavab vermirdin. Fikirləşirdin ki, soyuyaram səndən, özüm uzaqlaşaram. Mən səni sevirdim, Qədir. Mən səni sevirəm, başa düşürsən? Nə olacaq indi bizə? Bilməzdim ki, neçə ildən sonra belə söhbət eləyəcəyik. Heç mən də. Bu qədər problemin içində hələ vaxt tapırıq. Biz nə edirik ki? Sadəcə olaraq keçmiş günləri xatırlayırıq da. Bunu hər adam eləməlidir. Bu da lazımdır, əlbəttə ki. Bəbir? Xavər. Sən burada neynirsən? Başa düşmədim. Söz soruşuram səndən. Deyirəm, burada neynirsən? Bunun yanında. Bilmək olar səni nə maraqlandırır? Bəbir nə olub? Sən kəs səsimi. Bəbir, çıx get. Sualıma cavab ver. Sən nə haqla mənim qabağımı kəsib sorğu-sual eləyirsən? Haqqım var. Yoxdur. Get haqqını o təzə arvadından tələb elə. Nasim gedək. Xavər. Xavər, üzr istəyirəm. Bəbir, nə eləmək istəyirsən? Sənin qəzəbin mənədir, yoxsa Xavərə? Ondan ayrılmışsan, qoy rahat yaşasın da. Niyə o cəmaatını narahat eləyirsən? Sən mənim arvadımı məndən qoruyursan. Kimsən sən? Ha? O da sən arvadın deyil. Rahat bırak bizi. Bu həyatımızı yaşayaq. Bizi, ha? Buradan getməli bir adam var. O da sənsən. Qədir, sənlənəm. Nə olacaq bizim axırımız? Nigar, bu sualın cavabı doğrudan yoxdur mənim. Mən bilə-bilə ki, sənin qumrunun... Mən necə sənin yanında olum, Qədir? Sən hər şeyi öyrəndən sonra məndən uzaqlaşdın. Düzündə, əgər belə olmasaydı, sən məni sevərdin, Qədir. Nigar, bilmirəm. Bilmirəm, mən sənə yalan danışmaq istəmirəm. Bilmirsən, çünki sevmirsən məni. Sevmirsən məni, sevmirsən məni. Cəmaat bizə baxırsa... Sevmirsən məni, Qədir. Sakit ol. Bilmirsən, çünki məni sevmirsən. Sevmirsən məni, sevmirsən məni, sevmirsən məni. Yolların çay kimi axar görəsən, üstünə yağışlar yağar görəsən, səninə yandırıb yaxar görəsən, özü öz külündən dirilən adam. Qəlbini səmaya aça bilərsən, içindən min işıq saça bilərsən, nə qədər bacarsan qaça bilərsən, günahın əlindən dirilən adam. Sıyrılıb hər dəfə günah səsindən, qurtuldub xəyanət qəhqəhəsindən,
Hansısa bəstəkar zümzüməsindən, bir şair dilindən dirilən adam. Keçər gecələrin kədərlə birgə, ümidin yaranar qəhərlə birgə. Oyanıb qalxarsan səhərlə birgə, günəşin içindən dirilən adam. Bəstəkar zümzüməsindən, bir şair dilindən dirilən adam. Keçər gecələrin kədərlə birgə, ümidin yaranar qəhərlə birgə. Oyanıb qalxarsan səhərlə birgə, günəşin içindən dirilən adam. Dirilən adam.